Salam dəyərli izləyicilər. Bu gün pul haqqında bir çox idiomları, bir çox sözləri və həmçinin söz birləşmələrini sizinlə öyrənəcəyik və bunlar bizə bir yerə səyahət etdikdə, ümumi ingilis dili biliyimizi yaxşılaşdırmaqda çox böyük üstünlük olacaq. Elə isə gəlin başlayaq. İlk öncə istərdim bir qədər sadələrindən başlayaq. Pul israf etmək, pul yığmaq, pul xərcləmək və pul qazanmaq və olsun yanına bir də sərmayə etmək, yəni investisiya etmək. Pul yığmaq olacaq to save money, pul xərcləmək olacaq to spend money, yox pulu kor-koranə xərcləmək, yəni pulu dağıtmaq olacaq to waste money, pul sərmayə etmək harasa invest money, pul qazanmaq isə olacaq to earn money. Aha, bunları bildik. İndi gəlin keçid alaq növbəti sözlərə, növbəti idiomlara. Ən çox günümüzdə rast gəlinən, yəqin ki, hamının başına belə bir hadisə gəlir. Harasa gedirsən, gözlənilməz bir xərc çıxır və ya yol ilə gedirsən, bir cərimə gəlir və yaxud idman zalına gedirsən, qeydiyyatdan keçirsən, müəllimimiz, trenerimiz bizə başqa bir şey də aldırır. Bu gözlənilməz xərclər düşünürəm ki, hamının həyatında var və bunlar adlanır kafap. Kafap, yəni gözlənilməz xərc deməkdir. Daha sonra keçid alaq növbəti bir idioma. Chip in. Chip in, yəni pul atışmaq. Yəni dostlarımızla harasa getmişik, hamımız atışırıq, hesabı ödəyirik və yaxud hamımız atışırıq, kimin üçünsə nəsə alırıq. Misal üçün, everyone chipped in to buy him a new car. Hər kəs ona yeni bir maşın almaq üçün atışdı. Bir başqa, tez-tez istifadə edə bilərik. Bu ayı o aya güclə çatdırmaq, yəni güclə dolanmaq. Yəni bu aydan o aya güclə çıxıram. To live paycheck to paycheck. To live paycheck to paycheck, yəni ayı aya güclə çatdırıram. Misal üçün, he's living paycheck to paycheck. O ayı aya güclə çatdırır. Yəni ayı güclə dolanır, belə desək. Növbəti, pul yığmaq, az öncə dedik ki, save money. Aha, xərclər olacaq expense. Bir də var pulu çox xəsis, çox simit şəkildə yığmaq. Yəni bir növ yastığın altına qoymaq. Gəlin belə deyək. Misal üçün, olacaq squirrel away. Squirrel away, yəni pulu çox gizli-gizli, belə desək, xımır-xımır pulu yığmaq. Bilmirəm, xımır-xımır bura nə qədər düz gəldi yoxsa yox. Gəlin ingiliscə bir nümunə deyək. He managed to squirrel away enough money to buy a new car. O yeni maşın almaq üçün kifayət qədər pul yığmışdı. Amma yadda saxlayın ki, squirrel away daha belə gizli şəkildə pul yığmaq sayılır. Bir başqa nümunə, bir başqa idiom. Scrape by. Scrape by, yəni pulun nə çox, nə də az olmasıdır. Yəni dolanacaq qədər pulun olmasıdır. Misal üçün, when I was a university student, I usually managed to scrape by. Mən universitet tələbəsi olduqda, yəni pulum olduğu qədər dolanırdım. Nə çox, nə də az pulum var idi. Növbəti bir idiom daha. Cut back. Cut back, yəni xərcləri azaltmaq. Yəni, bu ay istəyirəm ki, xərcləri azaldım. Bu ay xərcləri azaltmalıyam. We must cut back on our spendings. Növbəti, bizimkilərin çox sevdiyi bir idiom, bir cümləni sizinlə paylaşmaq istəyirəm. Dar günə pul yığmaq. Yəni çətin günə, dar günə pul yığmaq. Olacaq save money for rainy day. Rainy day burada hərfi tərcüməsi yağışlı gün kimi tərcümə olunsa da, daha çox dar günə pul yığmaq kimi başa düşülür. Növbəti, çox pul xərcləmək, yəni küllü miqdarda pul xərcləmək. Bəzən də kiçik bir şeyə görə. Misal üçün, he splashed out. Splash out olacaq çoxlu pul xərcləmək, böyük pul xərcləmək. He splashed out for buying a luxury watch. O dəbli bir, lüks bir saat almaq üçün böyük pul xərclədi. Borclu olmaq, borclardan qurtara bilməmək. Be in the red. Be in the red. The company is in the red this year. Şirkət bu il borcun içindədir. Break the bank. Break the bank, yəni həddən artıq nəyinsə baha olması. This vacation won't be break the bank if we plan carefully. Əgər biz diqqətli planlaşdırsaq, bu tətil həddindən artıq baha olmaz.
Bu günlük bu qədər əziz izləyicilər. Düşünürəm ki, həm izləyicilər, həm də tələbələr üçün son dərəcə faydalı, maraqlı və yadda qalan oldu. Sağ olun, abunə olmağı unutmayın.